Aydın müəllim. Basketbolun meydançanın ölçüsü, 18, 28-dən 15-ə. sürət hərəkət qabiliyyətinin komplektləri, Hərəkətin reaksiya tezliyi, maksimal qaçış sürəti, tək hərəkətin icra tezliyi. aha, hərəkətin reaksiya tezliyi nədir? Tərifi. Hərəkətin reaksiya tezliyi. Necə mən başlayım ki, mən? Hərəkətin reaksiya tezliyinin tərifi. Hərəkətin belə deyək, verilən siqnaldan hərəkətə başlama anına qədər olan vaxt nəzərdə tutulur. Yaxşı, hərəkətin reaksiya tezliyinin neçə komponenti var? Hərəkətin reaksiya tezliyinin 2 komponenti var. Hansılar? Deməli, deyim, kimdən çıxdı? Mürəkkəb, bir də sadə səhvimsə. Sadə mürəkkəb. Mürəkkəb özü neçə yerə bölünür dedik? Mürəkkəb özü bölünür 2 hissəyə, hərəkət edən Obyektə qarşı. kimi elə bir ki, səsə reaksiyada, o da qəribə bir adı var. Seçici. Seçici bəli. Seçici reaksiya. Hərəkət edən obyektə qarşı reaksiya özü neçə mərhələdən ibarətdir? Özü 4 mərhələdən ibarətdir. Deməli, hərəkət edən obyektin aşkarlanması, hərəkət istiqamətinin aşkarlanması, planın qurulması və plan həyata keçirilməsi də belə deyək. Yaxşı, dözümlü hərəkət qabiliyyətinin əlverişli yaş dövrü. 11+. 11+. Yaxşı, çatışmamazlığında beri-beri xəstəliyi yaranır. B1. B1, tiamin. Sağlam gözləri. Sağlam gözləri A vitamini. A vitamini. Yaxşı, futbolda mərkəzdən nə zaman başlanılır? Ümumi olaraq, nə zamanlar mərkəzdən başlanılır? Oyun ilk başlayanda, hər qol vurulduqda, qol qeydə alındıqda, sonra ikinci hissənin başlanğıcında, oyun bərabərə qalarsa, yəni digər hissələrin başlanğıcında, belə. Əlavə hissələrin başlanğıcında. Yaxşı, hansı məzmun xəttlərimizin qiymətləndirmə üsulu ilə qiymətləndirmə vasitəsi eynidir? 2 ilə 4. 2 ilə 4. Yaxşı, demək, qocalmanın qarşısını alır. Hansı vitamin? Qocalmanın qarşısını alır. E vitamini alınacaqdır mənim. E vitamini. Yaxşı, sürət güc hərəkət qabiliyyətinin BSG-si diaqnostik qiymətləndirməsi. Sürət güc qabiliyyətinin BSG-si diaqnostik qiymətləndirməsi ikisi də eyni şeydir, yerindən uzunluğa tullanma. Hansı hərəkət qabiliyyətimizin qiymətləndirmə meyarı yoxdur? Qiymətləndirmə meyarı yoxdur. Hərəkət qabiliyyətimizin? Seviçlik. Seviçlik. Yaxşı, hərəkət fəaliyyətini haqqında ətraflı məlumat verir. Qiymətləndirmə səviyyə neçədir, meyar neçədir? Qiymət neçədir yəni? Ətraflı məlumat verirsə, səviyyə 4, meyar 5. Səviyyə 4, meyar 5. Səthi məlumat verir. Səthi məlumat verirsə, meyar 3, qiymət 4. Hərəkətləri icrası zamanı qeyri-dəqiqliyə yol verir. Qeyri-dəqiqliyə yol verirsə, hərəkəti yerinə yetirir. Qeyri-dəqiqliyə yol verir. Səviyyə 3, meyar 4 olmalıdır. Meyar 4. Diaqnostik qiymətləndirmə neçə istiqamətdə aparılır? 3 istiqamətdə. Fiziki inkişaf, belə deyək, funksional inkişaf, bir də hərəkət qabiliyyətləri üzrə diaqnostik qiymətləndirmədə belə. Sürət hərəkət qabiliyyətinin diaqnostik qiymətləndirməsi. 30 metr qaçış bütün siniflər. Sürət güc. Yerindən uzunluğa tullanma. Sürət güc, back. Oturmuş vəziyyətdə dizlər bükmədən irəli qolların keçirilməsidir. İrəli əyilmə. Yaxşı, qüvvə. Turnikdə dartınma oğlanlar, hündür, alçaqdakı qızlar. Çeviklik. Çeviklikdə 3x10 məhqiq qaçış bütün siniflər üzrə. Bəs dözümlülük? Dözümlülük 6 dəqiqəlik qaçış bütün siniflər üzrə. Böyük summativ qiymətləndirmə isə 9-11-ci siniflərdə 1500, 9-lardadır, 11-lərdə 2000 metr qaçış. 2000 metr. Yaxşı. Fərqli, belə deyək, böyük summativdə, bir dənə dözümlülükdə fərqlidir. Hərəkət qabiliyyətlərinin içərisində BSG-si ilə diaqnostik fərqli olan bir dənə dözümlülük hərəkət qabiliyyəti. İlk olimpiya medalı qazanan idmançımız kimdir? İlk deyəndə bu ümumi gedir, çünki müstəqillik səslə qeyd olunmurdu orada. Rəşid Məmmədyanov 1952-ci ildə. Məmməd Yarov. Yaxşı. Neçənci ildə? 1952-ci ildə. 1952-ci ildə. İlk müstəqil olaraq medal qazanan idmançımız? Müstəqil olaraq Namiq Abdullayev gümüş medal 1996-cı ildə. 1996-cı ildə komanda hesabı ilə neçənci yerə çıxmışıq? 61. 61. İlk dəfə həm himnimizi səsləndirən, həm də bayrağımızı yüksəldən idmançımız kim olub? Bu MDB dövlət tərkibində də olub, belə deyək də. İlk dəfə dedikdə hansını götürəcəyik?
Elə onun. Kimdir yaxşı? Nazim Hüseynov. Aha, Nazim Hüseynov. Müstəqil dövlət kimi desən, Maria deməli, Zemfira Mihdətdinova. Aha, Zemfira Meytdinova. Yaxşı. 2024-də 2024-də Parisdə keçirilən Olimpiya oyunlarında 2 qızıl medal kimlər alıb? 2 qızıl medalı qazanıb. Hacı Əli. Dəqiqə. Hacı yox, deməli. Fikrimdədir. Hidayət Heydərov. Aha. Biri. Heydərov. Birinin adı nə? Yox. Mən dilim ucunda tapamadım. Zelim Kusiyev. Zelim Kosiyev. Aha. Yaxşı. Vitaminlər neçə yerə bölünür? Neçə qrupa bölünür? Vitaminlər bölünür. Üzr istəyirəm mənim. Vitaminlər neçə qrupa bölünür? Aha. Vitaminlər bölünür 2 qrupa. Yağda həll olan, suda həll olan. Yağda həll olan, suda həll olan. Yağda həll olunan vitaminlər hansılardır? Yağda həll olanlar A, D, E, K. Futbolda Suda isə Aha. C vitaminidir. Deyəsən bir də bütün B1, B2, B6, B12. Aha. Belə deyək. Futbolda time-out'un vaxtı. Futbolda time-out yoxdur. Yaxşı. Hansısı idman oyunlarıdır ki, oyuncu dəyişikliyi zamanı hakimə deyilmir? Handball, Aha. futsal, Aha. bir də 3x3 basketbol olmalı. Basketbol. Yaxşı. 3x basketbolda penalti seriyasına getdikdə orada neçə püşk atma atılır? Üzr istəyirəm, handbolda. 3x basketbolda. Handbolda 4 püşk atma olur. Penalti seriyasına getdikdə neçə püşk atma atılır? Handbol oyunu belə oynanır da, belə deyim müəllim. İlk oyuna başlayanda püşk atma olur. Püşk qazanan komanda istər topu götürər, istər qapını seçər. İkincisində topa özü yəni digər başlamayan komanda başlayır. Əgər oyun bərabər bitərsə, birinci 2x5 oynanılır. Püşk atma ilə. Təzədən yenə oyun bərabərə bitərsə, üçüncü püşk atma keçilir. Üçüncü püşk atma keçilir 2x5. Əgər oyun yenə bərabərə bitərsə, oyun gedir penallaşmaya, püşk atma ilə püşkü qazanan penaltını vurur. Qapını hakim seçir. Qapını hakim seçir. Bəs futbolda necə olur bu qayda? Futbolda müəllim, belə deyək. Püşk atma ilə oyun başlayır. Əgər oyun bərabərə qalarsa, 2x15 dəqiqəlik oyun gedir. Püşk atma atılır, ikinci püşk atma. Əgər oyun yenə bərabərə bitərsə, püşk atma atılır, qapını seçirlər. Püşk atma atılır, topu seçir. Qalib gələn oyunçu həm topu seçir, həm də qapını seçir, belə deyək. Yaxşı. Sürət hərəkət qabiliyyətlə, sürət güc hərəkət qabiliyyətinin oxşar cəhətləri. Oxşar cəhətlər hər ikisi qüvvə ilə əlaqəlidir. Hər ikisi qüvvə ilə əlaqəlidir. Bir də dayaq hərəkət aparatı. Hər ikisində dayaq hərəkət aparatı ilə əlaqəli funksional sistemdə dayaq hərəkət aparatı. Yaxşı. Bədən əymə qabiliyyətinin əlverişli yaş dövrü. 6-11. 6-11 yaş. Yaxşı. Futsal idman oyununda nə qədər time-out var? Oyun ərzində neçə time-out götürülür? 2 time-out var. Hər hissədə bir dəfə. Hər hissədə bir dəfə. Bəs faul limiti nə qədərdir? Faul limiti 5-dir. Dolarsa, 6-cı olarsa. Dolarsa, qayda pozulanda rəqib komanda gəlib 10 metrlikdən istəsə cərimə zərbəsini vurur, istəsə pozulan yerdən vurur. Yəni öz seçimidir. Yox. Məsəl üçün meydanın mərkəzindən cəza olubsa, gəlib 10 metrlik vurur. Yox, gəlmiş 10 metrlikdən vurur. Yox, əgər 10 metrlikdən qabaqda baş verirsə, istəsə oradan da vura bilər. 6 metrliklə 10 metrliyin arasında olduğu zaman, istəsə həmən nöqtədən vurar, istəsə 10 metrlikdən. Aha, doğru. Yaxşı, toyuq korluğu adlanan xəstəlik yaranır çatışmamazlığında. Hansı vitamini? Riboflavin yoxsa askorbin? Yox. Toyuq korluğu hansı vitamini? A vitamini. A vitamini. İkinci adı riboflavin. Yox. Onu belə qarışdırdım. A vitamini. Retinal. İkinci adı retinal. Yaxşı, birinci məzmun xəttinin qiymətləndirmə üsulu. Üsulu. Bir də var ki, vasitəsi. Üsulu müəllim, sual-cavab. Üsulu, vasitəsi isə deməli, yox, şifahi yazılı müəllim. Üsulu şifahi yazılıdır. Bəs vasitəsi? Sual-cavab test. Sual-cavab test. Gözəl. Məzmun xəttlərimizin bazisi hesab olunan hansı məzmun xəttidir? 4-cü. Mənəvi redaksiya. 4-cü məzmun xəttinin qiymətləndirmə vasitəsi ilə qiymətləndirmə üsulu. Vasitəsi üsulu müşahidədir, vasitəsi müqayisə. Vasitəsi müqayisə. Yaxşı. 2008-ci ildə keçirilən yay olimpiya oyunlarında bayraqlarımız kim olub? Deməli,
Fərid Mansurov. Deməli, komitəndə fikirləşim. 2004-cü ildə qızıl medal qazanan Fərid Mansurov. Fərid Mansurov. Fərid Mansurov. Bəs 2012-ci ildə bayraqdarımız kim olub? Bayraqdarımız 2012-ci olub Elnur Məmmədli. Bəs 2004-də? 2004-də Nazim Paşayev. Nizami 2004-də Paşayev. Nizami Paşayev. 2004-də neçə medal qazanmışıq? 5, 1 qızıl, 4 bürünc. 5, 1 qızıl, 4 bürünc. Yaxşı. Qızıl medalımızı kim qazanıb dedik? Fərid dedim indi adını. Fərid Məmmədov dedim. Mansurov. Fərid Mansurov. Yaxşı. Basketbol idman oyununda neçə timeout var oyun ərzində götürülə bilər? Oyun ərzində 5 timeout var. Birinci hissədə, yəni 1 ikinci periodda götürülə bilər 2 dənəsi. 3 4-cü periodda isə ikinci hissə deyək, orada götürülə bilər 3 dənə. Basketbolda komandalar hücum istiqamətini nə zaman dəyişir? O birinci hissə bitdikdən sonra, ikinci hissə başlanğıcında hakim notuna baxılır, dəyişilir. Birinci hissə bitib, ikinci hissəyə keçiddə komandalar hücum istiqamətini dəyişir. Yaxşı. Basketbolda 6.75-in xaricində basket faul olarsa? 3 xal sayılır, plus 1 cərimə atışı. 3 xal plus 1 cərimə atışı. Yaxşı. Siz mənə deyin. Estafet qaçışı, klassik məsafələr hansılardır? Klassik 100, 200, 400. Klassik məsafələri. 100, 400, 100, 400 hemen. 400, 400, 400. Yaxşı. Estafet qaçışında fazaları. Fazaları. Hazırlıq, sürətlənmə, ötürmə. Aha. Estafet neçə üsulla yerinə yetirilir? Ötürmə üsulu neçədir? Üsulu. Vizual, qeyri-vizual. Vizual ötürmə hansı məsafədə olur? Klassik məsafəsində olur. 400-dədir, vizual, görərək deməkdir. Aha. Amma 900-də qeyri-vizualdır, görmədən. Yaxşı. Qısa məsafə qaçışın fazaları hansılardır? Necə mənim? Qısa məsafə qaçışın fazaları hansılardır? Qısa məsafəyə qaçış, start sürətlənməsi, məsafə qaçış, finiş etmə. Aha. Neçə fazası oldu? 4. 4. Yaxşı. Bir dəqiqə. Demək, yadro itələmənin kişilərdə çəkisi. Yadro. Mən onun yanında belə saxlamışam. 7362. 62. 7367 yoxsa mən 7367. 5. 5. 7265 yox, 7260 elə. 7 tamam 260. Bəs qadınlarda çəkisi? Qadınlarda 4 kiloqram. Qadınlarda 4 kiloqram. Yaxşı. Jimnastikada ipin ölçüsü. O jimnastın boyuna uyğun olur. Aha, boyuna uyğun olur. Bəs bədii jimnastikada topun ölçüsü 18-20 sm, ağırlığı 400 qram. Aha. Bezindən bir sintetik materialdan ola bilər. Yaxşı. Siz mənə deyin nəyi? Bir dəqiqə. 30 metrə qaçış hansı hərəkət qabiliyyət? Sürət. Dayaqlı tullanma. Qüvvə. Jimnastik ipi ilə hərəkətlər. Çeviklik. Jimnastik ipi ilə tullanmalar. Tullanmalar, sürət güc. Jimnastik ipi ilə çoxsaylı tullanmalar. Dözümlülük. Dözümlülüyün funksiyalar sistemin əlaqəsi. Dayaq hərəkət aparatı, ürək damar sistemi, tənəffüs sistemi. Tənəffüs sistemi. Qüvvənin funksiyalar sistemin əlaqəsi. Dayaq hərəkət aparatı, ürək damar sistemi, əzələ. Qüvvənin digər hərəkət qabiliyyətləri ilə əlaqəsi. Sürət güc. Qüvvənin əlverişli yaş dövrü. 12-18. 12-18. Yaxşı. Bir dəqiqə. Handbolda hissələr arası fasilə. Beynəlxalq yarışlarda 15 dəqiqə, belə yarışlarda 10 dəqiqə. Rəsmi yarışda 10 dəqiqə. Aha, yaxşı. Oyun neçə dəqiqə oynanılır? Oyun 2-20 dəqiqə. Deməliyim. 2-30 dəqiqə mən bilirəm. Qarşıladım. 2-30 dəqiqə. Futzalla qarşılayırız mən. Yaxşı, 2-30 dəqiqə. Komanda heyəti handbolda. Komanda heyəti 14 nəfər, 7 əsas, 7 ehtiyat olmalıdır. 7 ehtiyat. Oyunçu azlığı ilə meydana çıxa bilər. Bəli, 5 nəfər. 5 nəfər. Hansı idman oyunlarıdır ki, oyunçu azlığı ilə meydana çıxa bilər? Bilər. Bəli. Çıxa bilər. Futbol, futsal, handbol. Başqa olma gəlmədi elə bilirəm. Gözəl, başqası var ki, nəyi düşünürsünüz? Çıxa bilməz 3x3 basketbol, bir də basketbol, yəni bunlar mütləq 5-5, bir də 3 oyuncusu mütləq olsun da. Bəs voleybol? Voleybolda da bəli, mütləq oyuncular yerində olsun. Badmintonda oyuncu dəyişikliyi var. Xeyr.
Xeyr. Badmintonda torun uzunluğu. Torun uzunluğu deməli müəllim, cütlərdə elə içində deyil, 610. İçində deyil. Eni Torun eni aha, 76 sm. 76 sm. Badmintonda neçə hissənin qalib hesab olunur? 2 hissənin qalibi hesab. Badmintonda neçə püş atma keçirilir? Badmintonda keçirilir. Birinci püşkatma ilə bir dənə püşkatma. O da ki, Yəni. başlamaq. Aha. Yaxşı. Əsasən orqanizmin böyüməyinə, inkişafı, yaraların sağalmasına, saçların uzanması. Zülal. Zülal. Yaxşı. Sağlam sümük iliyi, sağlam qan. B12. B12. Çatışmamazlığında anemiya xəstəliyi yaranır. Anemiya, C Anemiya. vitamini. Anemiya. Anemiya, C vitamini. Yox. Anemiya. Anemiya, qan azlığı xəstəliyi. B qrup vitamini deyil şu. B12 ilə. B12. B12. Yaxşı. Bir dəqiqə. Məzmun bir dəqiqə. Birinci məzmun xətti hansı hissələrdə keçilə bilər? Dərsin hansı hissələrində keçilə bilər? Hər bir hissəsində. Hər bir hissəsində. Bəs yaxşı, dördüncü məzmun xətti Hər bir hissəsində. hər bir hissəsində. Yaxşı. Enerji yaratmaq. Bir dənə mənim üçüncü məzmun xəttidir ki, əsasən əsas hissədə keçirilir. Əsasən. Aha, əsas hər bir hissədə keçirilir. Əsasən də əsas hissədə. Əsasən hissəsində. Bəli. Nə Aha. sual edir mənim? Enerji yaratmaq. Enerji yaratmaq. Hı. Karbohidratlar. Su, Enerji karbonlar, Enerji yaratmaq. Bir dəqiqə mənim. Bir dəqiqə. Enerji yaratmaq. Enerji yaradır. Yağlar bir də Yağlar lazımi olanda enerji rolunu oynar. enerji rolunu oynayır. Aha. Ehtiyac duyduğunda. Yağ zülal ikisi də enerji rolunu oynuyor. Amma siz dediniz ki, Enerji yaratmaq. Onların fərqini demişəm sizə. Enerji yaratmaq hansıdır? Enerji mənbəyi rolunu oynamaq hansıdır? Qarşıladım mən. B1, Tiamin, enerji yaratmaq. Hayda, şimdi sonra getmədi. Siz hər dəfə bunları hər dəfə Ben- çalışırsınız. Bunları hər dəfə qarışdırırsınız. 3 səfərdə, 4 səfərdə bunları qarışdırmısınız. Hamısını da izah eləmişəm ki, enerji mənbəyinin rolu oynamaq ayrıdır. Əsas enerji mənbəyi ayrıdır. Enerji yaratmaq ayrı bir şeydir. Şimdi gıda elementlərinin içinə getdi. Ona görə karbohidratlar, əsas enerji mənbəyi karbohidratlardır axı. Sulu karbon, karbohidratlar. Aha, bu əsas enerji mənbəyidir. Bu mənbə ayrı şeydir, enerji yaratmaq ayrı bir şeydir. Bəli. Aha, yaxşı. Atletikada qısa məsafə qaçışın klassik məsafələr hansılardır? Qısa məsafəyə qaçışın klassik məsafəsi 100, 200, 400. Hansı hərəkət qabiliyyəti inkişaf etdirir? Sürətli. Cross qaçışın məsafəsi. Cross qaçışı 3, 5, 10 olmalıdır mən. O uzaq məsafəyə qaçışdır. Cross qaçışı. Dağlı, dərəli, təpəli yerlərdə. 800-1500. Öyle, dağlı, dərəli, təpəli yerlərdə keçirilən qaçış hansıdır? Cross qaçışdır olmağına kilometri. Ən çox yadıma 10 kilometr gəldi. 20 də 6-10 var. da, 6-10. Hə, 3 crossa çox dedim. Siz 3, 5, 10 dediniz. 3, 5, 10 da uzaq məsafəyə qaçışın məsafəsidir. 3, 5, 10. 3 yeniyetmələr, buna məktəblərdə cross qaçışı deyə bilərik. Amma cross qaçışı adden dağlı, dərəli, təpəli yerlərdə keçirilir və məsafəsi 6-10 kilometrdir. Olimpiya oyunlarına daxil deyil, 6 kilometr qadınlar, 10 kilometr kişilərdir. Aha. Qeyri-olimpiya növüdür də cross qaçış. Bəli, bəli, cross qaçışı qeyri. Bəs uzaq məsafə qaçışın klassik məsafələri hansılardır? 5-10. 5-10. Yaxşı. Siz mənə deyin, atmalar neçə qrupa, neçə növə bölünür? Atmalar 2 qrupa bölünür. Atmalar süzən, süzməyən. Süzmə qabiliyyətinə malik olanlar, süzmə qabiliyyətinə malik olmayanlar. Aha. Növlərdəki yadro itələmə, çəkic atma, disk atma, niz atma. Yadro, Süzənlər, çəkic. Aha. Süzənlər hansılar, süzməyənlər hansılar? nizə, disk, süzəndir, süzməyən, çəkic, yadro. Çəkic, yadro. Yaxşı. Tullanmalar neçə qrupa, neçə növə bölünür? Tullanmalar 2 qrup, 4 növ. Qruplar budur ki, deməli fikrim qarışdı burada. 2 qrup, 4 növ. Növləri müəllim uzunluğa tullanma, üstəkanla tullanma, hündürlüyə tullanma, şövrlə tullanma. Qrupu isə
Üfüqi Şaquli idi deyəsən. Üfüqi Şaquli. Qarışdı. Üfüqi Şaquli. Üfüqi hansılara aiddir? Şaquli hansılara aiddir? Üfüqə 3 təkanla tullanma, uzunluğa tullanma. Şaquliyə isə hündürə və şöylə tullanma. Hmm, bir dəqiqə. Qaçar uzunluğa tullanmanın fazaları. Qaçış, təkan, uçuş, enmə. Atış, təkan, uçuş, enmə. Yaxşı. Sağlamlığın neçə növü var? Sağlamlığın 3 növü var: şəxsi, sosial, bioloji. Aha, fiziki tərbiyyət dərsləri neçə hissədən ibarətdir? 4 hissədən ibarətdir. Hansılardır? Əsas, deməli, giriş, hazırlayıcı, əsas, tamamlayıcı. Giriş hissə dəqiqələrini də deyin, hansı dəqiqələr boyunca Giriş isə yerləşdirir? 3-5 dəqiqə, giriş isə 3-5 dəqiqə, hazırlayıcı isə 8-10 dəqiqə, əsas isə 20-25 dəqiqə, tamamlayıcı isə 3-5 dəqiqə. Aha. Yaxşı. Bir dəqiqə. Siz mənə deyin, voleybolda servis neçə saniyə ərzində yerinə yetirilir? 8 saniyə. Neçənci zonanın oyunçusu? Birinci zonada olan oyuncu. Birinci zonada olan oyunçusu. Meydana düzülmələri necə düzülürlər? Meydana düzülmələri Meydan Yerləşmə. düzülmə saat əqrəbinin əks istiqamətidir. Düzülmə əks istiqamətidir. Yer dəyişmə isə saat əqrəb istiqamətidir. yer dəyişməsi sadə əqrəbi istiqamətinə. Aha. Hücum oyunçular hansılardır? Hansı olan oyunçulardır? 2, 3, 4. 2, 3, Zonan 4. oyuncular olur. Aha. Libro blok qurmada iştirak edə bilər. Xeyr, qətiyyən. Cəhd belə göstərə bilməz. Səhv də göstərə bilməz. Libro servis yerinə yetirə bilər. Xeyr, qətiyyən. Servisə blok qurmaq olar. Xeyr. Blok qurmaq olmaz. Yaxşı, güclü qaydası nə zaman yaranır? Müəllim sağa, şagird sola əyləndə güclü qaydasıdır. Yox, əgər pozulursa, müəllim sağa, şagird də sağa, öz sağına əyilirsə, avtomatik burada əks tərəf yaranır da. Nə zaman yaranır? Ümumiyyətlə nə zaman yaranır güclü qaydası? Hə, əsasən dərsin deməli, giriş və hazırlayıcı hissəsində güclü qaydası istifadə olunur. Belə deyək də, müəllim şagirdlərin ümumi inkişaf hərəkətlərini yerinə yetirir zaman, göstərən zaman yerinə yetirir. Yəni şagirdləri düzür, çıxır sıranın önünə, bu zaman güclü qaydası yaranır. Aha, yaxşı. Bir dəqiqə. Hərəkəti nümunələrə müvafiq yerinə yetirir. Qiymətləndirmə səviyyəsi qiymət neçə? Səviyyə 4, meyar 5. Səviyyə 4, meyar 5. Summativ qiymətləndirmə neçə istiqamətdə keçirilir? 2 istiqamət, kiçik və böyük. Yox, 2 yerə bölünür. Summativ qiymətləndirmə 2 yerə bölünür, kiçik və böyük. Neçə istiqamətdə keçirilir? Hə, neçə istiqamət? 4 istiqamətdə məzmun xəttlərimiz üzrə. Onu da tutursuz. Bəli, bəli. Formativ qiymətləndirmə nədir? Formativ qiymətləndirmə müəllimin belə deyək, gündəlik qiymətləndirmə aparmaq üçün vasitəsidir. Orada şagirdin icra bacarığı, davranış xüsusiyyətləri qeyd olunur həmin formativ qiymətləndirmədə. Məsəl üçün, orada uşağın nəyi bacardığını yoxlamaq üçün isə oyun yarış qaydalarından istifadə edib bir dərs içərisində də qeydiyyat aparmaq olur. Aha, əsasən oyun yarış metodlarından istifadə edərək yəni şagirdi daha yaxşı izləmək olar ki, davranışı necədir, icra bacarığı necədir. Yaxşı. Dərsin məqsədində istifadə olunacaq hərəkətləri qaydaları izah edir. Kimin fəaliyyəti və hansı? Aha, Giriş hissə müəllim. Aha, bəs yaxşı. Hərəkət və oyunların istifadəni anlayır. Şagird fəaliyyəti, giriş hissə. Sıra və ümumi inkişaf hərəkətlərini icra edir. İcra edir. İcra edirsə şagird fəaliyyəti, hazırlayıcı hissə. Şagird fəaliyyəti, hazırlayıcı hissə. Yaxşı. Buraya sıra və ümumi inkişaf hərəkətlərə aiddir. Xüsusi resurs yoxsa ümumi resurs. Məncə hamımıza belə deyilir. Buraya sıra və ümumi inkişaf hərəkətləri daxildir. Ümumi resurs. Ümumi resurs. Yaxşı. Bir dəqiqə. Futsal idman oyununda oyun neçə dəqiqəlik oynanılır? Öncə onu deyin. 2-20. Hissələr arası fasilə 15 dəqiqə. 15 dəqiqə. Meydançanın ölçüsü. Meydançanın ölçüsü müəllim 25-in 42-yə, 20-nin 38-ə. 25-in 42-yə. Aha. Yaxşı. Komanda heyəti. Komanda heyəti 5 əsas, 9 ehtiyat, ümumi 14 nəfər. Ümumi 14 nəfər. Nə zaman bir dəqiqə üzr istəyirəm. Nə zaman neçə oyunçu belə deyək? Neçə oyuncudan az qalarsa, oyuncu texniki məğlubiyyətə gedər. Futsalda mənim səhv eləmirəmsə 3-dür. 3-dən az oyuncu qalarsa texniki məğlubiyyət. Yaxşı.
Burada oyuncu dəyişikliyi zamanı hakimə deyilir. Xeyr, deyilmir. Sadəcə olaraq burada belə bir proses var ki, dəyişilən oyunçu meydanı tərk etdikdən sonra digər oyunçu meydana daxil ola bilər. Aha. Yaxşı. Oyun mərkəzdən necə başlanılır və rəqib oyunçular nə qədər məsafəni saxlayır? Rəqib oyunçular 3 metr məsafə saxlaya bilər. Dairə var orada. Hı -hı. İlk dəfə oyuna başlayarkən hər kəs öz sahəsində olur. Hı -hı. Hər kəs yoxsa bütün oyuncular olur? Yoxsa Yox, bir dənə topa başlayan oyunçudur ki, o ondan başqa. yaxşı. O mərkəzdən birbaşa oyunu başlayan zaman birbaşa rəqib qapısına vurulan qol qeydə alınır yoxsa Bəli, bəli, qol qeydə alınır. bəs öz qapısına vurulan qol? Xeyr, küncdən zərbə. Futzalda oyundan kənar vəziyyət nə zaman yaranır? Futsalda oyundan kənar vəziyyət Offside yoxdur axı. yoxdur. Futbolda yandan başlayan zaman heç kim topu yandan başladı, heç kim toxunmadan özü yenidən əllə toxunsa oyun necə davam edir? Əllə cərmədir, əllə cərmədir. Ayaqla toxunsa sərbəst zərbədir. Ayaqla toxunsa sərbəst zərbədir. Yaxşı. Bəs cərmə zərbəsi ilə sərbəst zərbənin fərqi nədir? Cərmə zərbəsi odur ki, burada belə deyək, rəqib öz komanda, belə deyək, iki rəqib bir-birinə qarşı deməyək də. Biz ikimiz oynayırıq bir-birimizə qarşı elə ki, mən məsələn və ya siz mənə qarşı kobud hərəkət edirsiniz, əllə, qolla belə deyək. Kontakt vasitəsilə. Bəli, kontakt vasitəsilə. Amma sərbəst zərbə odur ki, kontaktsız olarsa, onda sərbəst zərbə. Kontaktsız əngəlləyərsə bu zaman sərbəst zərbə. Yaxşı, başqa bir fərqi nədir? Başqa bir fərq odur ki, cərimə zərbəsindən qol qeydə alınır, sərbəst zərbəsindən qol qeydə alınır. Birbaşa qol qeydə alınır cərimədə, sərbəstdə birbaşa qol qeydə alınmır. Yaxşı. Düşdən zərbə zamanı birinci bunu deyim. Son olaraq top müdafiə olunan komandanın oyunçularına dəyib yerlə, hava ilə qapı xəttini tərk edərsə və qol olmazsa oyunlardan başlanılacaq. Künc zərbəsi. Künc zərbəsinin radiusu. Qövsünün radiusu. 25 tam. Futboldan söhbət gedir. Futboldan söhbət gedir. Futbolda 1 metr. Futbolda 1 metr. Futbolda birbaşa rəqib qapısına düşdən zərbə zamanı vurulan qol qeydə alınır, alınmır. 1926-cı ildən bəri qol qeydə alınır. Qol qeydə alınır. Bəs öz qapısına vurulan qol? Xeyr, rəqibin xeyrinə künc zərbəsi. Rəqibin xeyrinə düşdən zərbə. Yaxşı. Düşdən zərbə zamanı rəqib nə qədər məsafə saxlamalıdır? Rəqib nə qədər məsafə saxlamalıdır? Küncdən zərbə zamanı futbolda Bəli. 9 metr 15 sm belə deyək. Yaxşı. Qiymətləndirmə haqqında məlumat verir. Dərsin hansı hissəsi və kimin fəaliyyəti? Müəllim fəaliyyəti giriş hissəsi. Fərdi qiymətləndirmə aparır. Kimin fəaliyyəti? Dərsin belə deyək, əsas hissəsində, amma belə deyək, dərsin bütün hissəsində olur. Əsasən əsas hissədə. Fərdi qiymətləndirmə aparır əsas hissədə. Əsas hissədə. Bəli. Yaxşı. Qiymətlərini elan edir. Tamamlayıcı hissədə elan edirsə müəllim fəaliyyəti. Tamamlayıcı hissədə elan edirsə müəllim fəaliyyəti. Heç bu günlük bu qədər sual cavabımız.